Namazın İslam'daki yeri ve değeri barədə olan xütbəmizə davam edirik Allah'ın izniyle. Abu Davud ve həmçinin İmam Əhmədin Ali radiyallahu anhudan rivayet ettiği hadisdə Ali radiyallahu anhu deyir ki, "Kana axiru kelami Resulillah sallallahu aleyhi ve sellem as-salate, as-salate, fema meleket eymanukum." Der ki, Ali radiyallahu anhu Peygamber sallallahu aleyhi ve sellemin en son sözlerinden birisi buydu ki, namazlarınızı koruyun, namazlarınıza dikkat edin ve tabiçiliğinizde olanlar barədə Allah'tan korkun. Görün, Ali radiyallahu anhu Allah Resulü sallallahu aleyhi ve sellemin en son tövsiyelerinden birisini haber ediyor. Deyir ki, en son olarak dediği şeylerden birisi buydu. Namaz. Peygamber sallallahu aleyhi ve sellemin son vəsiyyətlerindendir. Namazlarınızı koruyun, namazlarınıza dikkat edin. Ümumən, insanın dünya hayatındaki günleri azaldıkça, ahirete, Allah'a doğru artık yakınlaştıkça, nelerin daha önemli olduğunu daha yaxşı dərk etmeye başlayır. Hansı şeylerin bu hayatta daha mühim, daha önemli olduğunu daha yaxşı dərk etmeye başlayır. Çünkü artık hayat günleri bitir axı. وَاَنَّ اِلَى رَبِّكَ الْمُنْتَهَى. Allah Teala der ki, bütün her şeyin sonu Rabbinedir. Her şeyin neticesi, sonu, bitişi, hesabı hamısı Rabbinedir. Ona göre insan terk etmeye başlıyor. O ki kaldı bunu terk eden Allah'ın Resulü sallallahu aleyhi ve sellem son kelimelerinden bu hayatta ifade ettiği namazlarınızı koruyun, namazlarınıza dikkat edin. Döne döne bunu tövsiye edir, bildirir, hatırladır. Çünkü bilir ki, yəqin olarak bilir ki, Allah'ın Resulü Allah'ın vəhyiyle yəqin olarak bilir ki, artık dünya hayatı əməllərin bitəndən sonra sənə fayda sağlayacaq olan yalnız salih əməllərdir. Sana faydası olacak şeyler yalnız Allah katında salih əməllərdir. Ve bu salih əməllərin de en əzəmətlisi, en önemlisi günde 5 vaxt kılmak fərz namazlardır. Allah subhanahu wa ta'ala buyurur: فَمَنْ كَانَ يَرْجُوا لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا. Allah Teala buyurur: kim Rabbi ile karşılaşacağına ümit edirse, salih əməllər etsin ve Rabbine ettiği ibadetlerde hiç kesi ona şerik koşmasın. Kim Rabbi ile karşılaşacağına ümit edirse, ayenin mefhumu odur ki, Rabbi ile görüşmeyi isteyenler ancak onlar salih əməllər ederler. Kim Rabbi ile karşılaşacağına, Rabbi ile görüşeceğine ümit edirse, bunu isteyirse, salih əməllər etsin. Ve bu ettiği salih əməllərdə Rabbine hiç kesi şerik koşmasın. Həmçinin İmam Müslim'in rivayet ettiği hadiste Allah Resulü buyurur sallallahu aleyhi ve sellem: "Men sarrahu en yelqa Allaha gadan muslimen felyuhafiz ala haula'i salavat." Kimi sabah Rabbi ile Müslüman olarak karşılaşması sevindirirse, yani kim Rabbi ile Müslüman olarak karşılaşmasını isteyirse, bu namazları korusun. Emrolunan namazları, ferz olunan namazları korusun. Ve bu korumak ayrıca Allah'ın kitabında yer alan bir meseledir. Allah subhanahu wa ta'ala namazları korumalı emreder. Hafizû ala salavati ve salatil musta ve kumu lillahi qanitin.
Allah Teala buyurur, namazlarınızı koruyun. Namazlarınızı koruyun, emrdir Allah'tan. Ve hususiyle orta namazı ve Rabbiniz için, Rabbinize mütiliyle, itayetle durun. Rabbinizin huzurunda hemen bu namazlar var. Bu namazlar var. Ve hemsinin nicat tapan ve Firdevs cennetine nail olanların da məhz Allah subhanahu ta'ala namazlarını koruyan olduğu olarak qeyd edir Kur'an-ı Kerimdə. Allah Teala buyurur: "Vellezîne hum alâ salawâtihim yuhâfizûn. Ulâike humul vârisûn. Ellezîne yerithûnel firdevse hum fîhâ halidûn." Allah Teala buyurur: o şəxslər ki, onlar namazlarını koruyarlar. Allah Teala tərifləyir. O şəxslər ki, o möminlər ki, yəni nicat tapan möminlər, onlardır ki, onlar namazlarını koruyarlar. O şəxslər ki, varis olanlar, yəni namazlarını koruyarak varis olanlar. Nəyə? Firdevs cənnətinə. Allah Teala deyir ki, onlar Firdevs cənnətinə nail olanlar, varis olanlar ve onlar orada ebedi kalarlar. Onlar orada ebedi kalarlar. Allah subhanahu ta'ala bizleri namazları koruyarak Firdevs cennetine varis olanlardan etsin. Barakallahu bi ve lekum fil Kur'anil azim ve nefa'ani ve iyyakum bima fihi minel ayati ve zikril hakim. Aqulu qawli hadha ve estağfirullah li ve lekum ve lisairil muslimin min kulli zanb festağfiruhu innehu huvel gafurur rahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme salli ve sallim ve barik ala abdika ve rasulika nebiyyina Muhammed. Aziz kardeşler, namaz kulla Allah arasında olan en önemli bağ, en önemli rabite ve en önemli olan bir vasıta. Allah subhanahu ta'ala hoşlayır, sevir ve hemsini fəxr edir. Kulu onunla, namaz vasıtasıyla ünsiyet kurduğunda. Allah Azze ve Celle bunu seviyor. Necə ki siz sevdiğiniz bir şəxsin, sevdiğiniz bir insanın sizinle ünsiyete keçməyini, hem söhbət olmağını hoşladığınız zaman, eləcə də aləmlərin Rəbbi olan Allah buna möhtac olmadığı halda, sizlere ehtiyacı olmadığı halda, lakin sizin onunla münasibət, ünsiyet kurmanızı Allah Azze ve Celle hoşlayır, sevir ve bununla fəxr edir. Ona göre Qüdsi hədisdə Allah subhanahu ta'ala buyurur ki: "Qasamtu s-salata beyni ve beyne abdi nisfayn ve lil abdi ma sa'ala." Der ki, namazı Allah Teala diyor buna. Namazı kulunla öz arasında iki ile böldü. Ve kuluna istediği var. فإذا قال العبد الحمد لله رب العالمين قال الله حمدني عبدي. Der ki, elə ki kul namazda həmd olsun aləmlərin Rəbbi olan Allah'a dedikdə, yəni Fatiha surasının birinci ayəsi, Allah deyir ki, kul mənə həmd etdi. Kul məni şükür etdi, mənə həmd etdi. فإذا قال الرحمن الرحيم قال الله أثنى علي عبدي. Der elə ki kul deyəndə ki, Er-Rahman Er-Rahim, Allah Teala deyər ki, kulum məni təriflədi, məni səna etdi. فإذا قال العبد مالك يوم الدين
Qalallahu məccədəni abdi. Elə ki, qul deyəndə din gününün sahibinə həmd olsun. Allah Teala deyər ki, qulum məni ucaltdı, qulum məni böyütdü. فَإِذَا قَالَ الْعَبْدُ إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ قَالَ اللّٰهُ هَذَا بَيْنِي وَبَيْنَ عَبْدِي وَلِعَبْدِ مَا سَأَلَ. Der ki, elə ki qulum deyəndə ki, biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək istəyirik. Fikir verin, hər bir ayə ilə Allah Azza və Celle qarşılıq verir. Elə ki qul deyəndə biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək istəyirik. Allah Teala deyir ki, artıq bu mənimlə qul arasında. Mənimlə qul arasında olan bir şey. Yəni bu artıq ubudiyyə məqamıdır. Bu, yəni sadəcə istəməkdən daha böyük bir məsələdir. Qulluq məqamıdır. Deyirsən ki, biz yalnız sənə ibadət edirik, yalnız səndən kömək istəyirik. Allah Teala deyir ki, bu qulla mənim aramdadır. Yəni, qulluğu mən baxımına görə xəlq etmişəm. Baxımına görə yaratmışam. Hansı ki, sən bu əhdi təzəlliysən Rəbbinlə. Əhdi. O əhd ki, sən yalnız Allaha qul olacağına əhd verirsən, söz verirsən Rəbbinə. İbadətlə yalnız onu təşkiləyəcəyinə. Və burada da bunu təkrar olaraq deyirsən. İyyəkə nə'budu və iyyəkə nəstəyin. Biz yalnız sənə ibadət edirik, yalnız səndən kömək istəyirik. Başqasına deyil, o başqasından deyil. Sonra deyir ki, فَإِذَا قَالَ الْعَبْدُ اِهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمِ صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ قَالَ اللّٰهُ هَذَا قَالَ اللّٰهُ وَلِعَبْدِ مَا سَأَلَ. Elə ki qul deyəndə ki, ey Rabbi bizi doğru yola yönelt. Neymət bəxş etdiyi şəxslərin yoluna, azmışların və qəzəbə düzən olanların yoluna yox. Allah Teala buyurur ki, quluma istədiyi var. Quluma istədiyi var. Yəni, bu istədiyin şey sənə verilir. Baxın, təsəvvür edin, hələ sadəcə namazda, bu Fatihə surəsi ilə sən bütün dünya və axirət xeyirlərini Allah'tan istəmiş olursun. Bütün dünya və axirət xeyirlərini Rəbbinə istəmiş olursan. Nə qədər böyük bir əməldir. Hələ rükuda, səcdədə Rəbbinin uca tutmağını deyil mi? Sadəcə qiyamda sənin Fatihə surəsini oxumağınla sən görməklərə nail olmuş olursan. Ona görə, yəni, Allahla bu münasibəti kəsənlər, bu əlaqəni qoparanlar təsəvvür edin, nədən məhrumdular? Nədən məhrumdular? Allahla ünsiyyətdən məhrumdular. Allah subhanahu ta'ala bizləri məhrum olanlardan etməsin. Və Allah azza və cəllə bizləri namazları haqqı ilə qoruyan şəxslərdən etsin. Allah subhanahu ta'ala günahlarımızı bağışlasın. Allah azza və cəllə bizləri bu həyatda mömin kimi yaşayıb və mömin kimi canımızı alsın. Allah subhanahu ta'ala dünyanın hər yerində çətinlik, əziyyət çəkən möminlərə yardım olsun. Allah subhanahu ta'ala möminlərə əziyyət verən kafirləri zəlil etsin, onlara lənət etsin. Allah azza və cəllə sıxıntıda olan müsəlmanlara yardım olsun. Allah subhanahu ta'ala borcu olan müsəlmanları borçdan azad etsin. Allah azza və cəllə dünyasını dəyişən möminlərə rəhm etsin. İbadallah, innallah ya'muru bil adli vel ihsan وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون واذكروا الله يذكركم واشكروه على نعمه يزدكم ولذكر الله أكبر والله يعلم ما تصنعون وأقيموا الصلاة.